Niyə Azərbaycanda əksər xanımlar dodaqlarını şişirtməyə çalışır, üzlərinə botoks dartdırmağa çalışır, hamı dırnaq düzəldir, hamı özünü ütdürür? Niyə? Niyə qadınlar hər şeyi ola bədbəxt hiss edir özünü? Bunun çox bəsit açıqlaması var. Çox bəsit. Hər şey ailədən gəlir. Biz uşaqlığımızdan ailəmizdə özümüz kimi deyil, öz olduğumuz kimi sevilmirik. Hər zaman doğulduğumuz gündən ailədə, Azərbaycan ailəsi, analar, atalar uşaqlarının başına vurur. Bəx, qonşunun uşağı daha ağıllıdır, qonşunun uşağı daha yaxşı oxuyur, qonşunun uşağı valideynin, anasının, atasının sözünə baxır, sən baxmırsan. Ömür boyu filan kəsin uşağı 5 aldı, sən qaldın, filan kəsin uşağı girdi universitetə, sən qaldın, filan kəsin qızı ərə getdi, sən qaldın, filan kəsin qızının 3 uşağı var, sənin yoxdur kimi hər zaman doğulduğumuz gündən ailəmizdə, Azərbaycan ailəsi övladının başına özü olduğu deyil, başqasını nümunə göstərir.